Bir daha herkese salam. İndi şəhərə çıxmalıyam, uşaqlar yatışdırdım. Necə ki yatırlar, mehman götürürüm, gəlsin tez mağazanın alınası əşyalar var. Material, məhlə üçün birinci günü bazar günü yalan köməkliyi ilə traktor gəlir. İkinci səfər artıq yerin qurmanı gözlədik yağışlardan sonra. Yağışlardakı təsdiqlə traktor gələndən sonra kəsmədi. Zorla qurudu. İndi traktor gəlməlidir. Qara geotekstil deyirlər, parça, onu sərməliyik. Üstünə torpaq verilməlidir ki, traktor batmasın o qlinada. Bu arada bunu qeyd etmək istəyirdim ki, videonun görə çəkirəm, məqsədim odur. Çox qadınlar və mən görənlər, tanıyanlar deyirlər ki, miyinirsən, arıqlayırsan. Bir söz deyirəm, video bloqumu video blogda deyirəm, məni takip edin. Biləcəksiniz nə edirəm, nətər arıqlayıram. Çox qızlar, qadınlar qeyd elədi ki, arıqlamışam, yəni alınır. Düzdür, korset də taxıram, indi hal-hazırda taxmışam. Səhərdən axşama qədər korset də taxıram. Mədəni kiçiltmir, arıqlatmır, amma hərəkət edəndə insan tərləyir. Mən də yeriməyə çalışıram, çox hərəkətli oluram. Günə 12.000 addım atıram. 12.000-15.000 arasında addım atıram. Adamı tərlədi. Bu bir. İkincisi də ki, mədəni sıxır, yemək çox qoymur yeməyə. Yəni yemək çox yeyə bilmirsən, amma belə arıqlatmır. Yəni arıqlamaq üçün korset deyil. Amma bir tərəfdən qeyd edim ki, məndə kürəklərim enlidir, çox böyükdür. İndi kürəklərimə aid onu nə qədər diyeta saxlasam da arıqlamaq mümkün deyil oradan. Ona görə ona ayrı bir idman var, o idmanı edəcəm. Belə arxa tərəfdən sevmirəm, göstərməyəcəm. Yəni bura ətli qalıbdır. Onu da arıqlamağa çalışacağam. İdmanla heç aram yoxdur, vaxt da yoxdur. Sport zala yazılmalıyam. Sport zal yürüyüş olan yerə, yalnız yerimək üçün addımlarımı daha da çox edim. Allahın köməkliyi ilə biraz vaxt geçsin, məhlənin işlərini həllə qoyum. Ondan sonra sport zala da getmək fikrindəyəm. Ki addımlarım çoxalsın, arıqlamağım dayanmasın. Belə istədiyim nəticəyə avqusta qədər mütləq çatmalıyam. Çünki avqustda İsa'nın yaşıdır, ayın 4-ü. Mamamın yaşı günü bilirsiniz, mamamın yaşı günü oldu. Ayın 6-sı öz yaşındır. Yəni həmin günü donda qəşəng göstərmək istəyirəm. İmranın yaşında alınmadı, çünki İsa var idi. Ürəyim sən donu tapa bilmədim. Çox pis olmuşdum. Tamam başqa bir tarz olmalıydı, stil olmalıydı məndə. Hər şey qırmızı olmalıydı. Oğlanlar göydə, qızlar qırmızı rəngdə. Alınmadı. Son anda inanmayacaqsınız, bir gün qabaq o göy donu tapmışdım. Çox da bəyənmədim, amma ki tapdığım ən qəşəng, gördüyüm ən qəşəng tonların içində bir o oldu. Bu arada onu qeyd etdim ki, blogumda hər gün yeni paylaşımlar olur. Kimə maraqlıdırsa da takip edin, takipdə qalın. Mütləq ki, parmağı işarətini qoyun deyə bilmədim. Bir də yorum yazın. Dəstəyiniz üçün çox sağ olun, baxanlar, izləyənlər, takip edənlər. Düzü takiplər görünmür, kim takip edir. Amma like verənlər də görünmür, barmaq işarəsi verənlər görünmür. Amma yorum yazanlar bilinir. Çox sağ olun. Allah razı olsun sizdən.